Azərbaycan yeni bir tarixin astanasındadır. Əsrin müqaviləsinin imzalanmasının düz 20-ci ili tamam olacaq. Müqavilənin imzalanmasının il dönümü Bakıda təntənəli şəkildə keçiriləcək. Xəbərçi olaraq biz sizi düz 20 il əvvələ aparacağıq. Bu yolda isə ANS-in Qızıl Fondu yardımımıza gəlir. Çünki məhz ANS-in arxivində həmin ili bizə göstərən kadrlar var. Müxbirimiz İlkin Kərimov 20 il əvvəl bugünkü tarixdə ölkə mediasının yazdığından da xəbər verəcək. Əsrin müqaviləsinin imzalanmasına da Azərbaycanda sosial-siyasi durum nə yerdə idi? Yaşayış səviyyəsi barədə dövrü mətbuatın 1994-cü ilin avqust-sentyabr aylarında yazdığına görə ölkədə illik inflyasiya 25-30%, işsizlik rekord həddə, əmək haqqı isə aşağı səviyyədə idi. Həmin dövrün məqalələrindən hiss edilir ki, 1994-cü ilin payızında əsrin müqaviləsinin əhəmiyyətini anlamayanların sayı çox idi. Kimisi bu müqavilənin həyata keçiriləcəyinə inanmırdı. Bəzi kütləvi informasiya vasitələri isə əsrin müqaviləsini Azərbaycanlı qərbin əsrinə çevirəcəyini yazırdı. Əsrin müqaviləsi bəzi mətbu orqanlarında siyasi və yaxud da ki, təslimçi saziş kimi qələmə verilirdi. Azərbaycan qəzetinin böyük siyasi saziş Azərbaycan nə edilir məqaləsində qeyd olunur. Təslimçi sazişin qarşısı mütləq alınmalıdır. Əks halda Rus qoşunlarının yenidən Azərbaycana qaytarılması mümkün ola bilər. Kütləvi informasiya vasitələrində Rusiyadan çəkinməyə meyilli məqalələr səbəbsiz deyildi. Moskva Xəzərin hüquqi statusunun müəyyən edilmədiyini əsas gətirərək sazişin qeyri-qanuni olduğunu bəyan edirdi. Həmin dövrdə hətta Rusiyanın Xəzərdən Azərbaycana hərbi müdaxilə etmək niyyətindən danışanlar da var idi. 1994-cü il sentyabr buraxılışında müxalifət qəzeti əsrin müqaviləsini yeni Gülüstan müqaviləsinə bənzədir və bunun yenicə müstəqillik tapmış ölkənin təzədən parçalanma təhlükəsini gətirib çıxaracağını yazırdı. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bir çox təhdidlərlə üzləşdiyindən rəsmi Bakı son ana qədər əsrin müqaviləsinin harada imzalanacağını gizli saxlayırdı. Sentyabrın 17-sində müqavilənin hətta New Yorkda imzalanacağı bildirilirdi. Heydər Əliyev həmin günlərdə hazırlanan sənəd barədə məlumat verərək prosesin hansı mərhələdə olduğunu vurğulamışdı. Azərbaycan qəzetinin 1994-cü il 17 sentyabr tarixli çapında mərhum prezident Heydər Əliyevlə müsahibət dərc olunur. Həmin məqalədə qeyd olunur ki, artıq 3 ildən artıqdır ki, dövlət neft şirkəti ilə qərb ölkələri arasında danışıqlar gedir. Lakin 1993-cü ilin iyulunda Heydər Əliyev bu danışıqların dayandırılması barədə qərar qəbul edir. Buna səbəb kontraktın bəzi bəndlərində olan səhvlər, çatışmazlıqlar, o cümlədən Azərbaycan Respublikasının mənafeyinə uyğun gəlməyən məsələlər var. ANS TV-nin xəbərçi proqramının həmin günlərə olan baxışlarından görünür ki, rəsmi Bakı müqavilənin imzalanmasına ciddi hazırlaşır. Həmin dövrdə dövlət neft şirkətinin vitse-prezidenti olan və birbaşa olaraq əsrin müqaviləsinin hazırlanmasına məşğul olan İlham Əliyev bu sazişin imzalanmasının böyük məsuliyyət olduğunu deyirdi. ANS-in Qızıl Fondunda saxlanılan bu müsahibədə İlham Əliyev Azərbaycanın gələcəyinin əsrin müqaviləsi ilə bağlı olduğunu demişdi. Prezident əlbəttə ki, böyük riskə gedir bu kontrakta yaşıl ışıq verəndə. Eyni zamanda mən hiss edirəm ki, bu Azərbaycan üçün böyük bir tarixi hadisədir və bu riskin altına öz iradəmlə girirəm. Prezident Heydər Əliyev isə prezident aparatında toplantıdan sonra keçirdiyi briefingdə müqavilənin imzalanmasına icazə verdiyini bəyan etdi. Əsrin müqaviləsinin imzalanmasına bir gün qalmış Azərbaycan hansı təhdidlərlə üzləşdi? Azərbaycana təzyiq hansı istiqamətdən gəldi? Kənar təsirləri neytrallaşdırmaq üçün rəsmi Bakı hansı qərarlar qəbul etdi? Bu məlumatları ANS-in Qızıl Fondunda olan kadrlarla sizə sabah təqdim edəcəyik.